İrana nifrətinizin səbəbini bilmək olar sual verən. Birinin adı Əli Zəhradır, birinin adı Ya Allahdır, birinin adı Ya Hüseyndir. Bəsdirin də bu Allahın Hüseynin adından istifadə elədiniz. Hüseyn gəlib sizin ağzınızı yumacaq deyil. Allahın da artıq elə bil ki, gücü çatmır sizin ağzınızı yummağa ki, bəsdirin Allah adından nə qədər istifadə eləyəcəksiniz ki. İslamı kiçiltdiklərinə görə ən başında nifrət eləyirəm. Əsl müsəlman olmadıqlarına görə nifrət eləyirəm. İran neyniyib ki, sizin İrana bu qədər nifrətiniz var? İran səni kör eləyib, ona görə həm də nifrətin var. İran səni kar eləyib, ona görə həm də nifrətin var. İran sənə dövlət içərisində dövlət qurmağı öyrədir və sən onun fitnəsinə uyursan, ona görə nifrətin var İrana. İran qədər sənə də nifrətin var. Çünki hələ də burada yeyirsən, hələ də burada içirsən, hələ də burada gəzirsən, hələ də burada işləyirsən, hələ də burada maaş alırsan. Həyatını bundan sonra yaşamaq üçün çarpışan, öz haqq səsini duyuran, haqlarını tələb eləyən gəncləri dar ağacından asdığına görə, onların həyatlarını bir kəndlirlə məhv etdiyinə görə nifrət eləyirəm. İslam adı altında bütün İslama zid hərəkətlər etdiyinə görə nifrət eləyirəm. Məscidlərimizin təhqir olunmasına göz yumduqlarına görə nifrət eləyirəm. Dini şiəyə, sünniyə böldüklərinə görə nifrət eləyirəm. Öz qızları lüt gəzib başqasını hicaba görə öldürdüklərinə görə nifrət eləyirəm. Azərbaycanın adını kiçildib Bakı Respublikası dediklərinə görə nifrət eləyirəm. Sepahın gəlib Araz üzərində ponton körpü atdığına görə nifrət eləyirəm. Nə etmək istəyirsiniz? Arazı mı keçəcəksiniz Azərbaycan tərəfinə? Azərbaycan gənclərini narkotik vasitələrlə bədbəxt etdiklərinə görə nifrət eləyirəm. 20 milyard Birləşmiş Ştatlar dollarından çox terrorçulara pul yatırdığına görə nifrət eləyir. Azərbaycan səfirliyinə hücum etdiyinə görə nifrət eləyirəm. Zəngəzur dəhlizi açılmayacaq dediyinə görə nifrət eləyirəm. O qədər faktlar var ki.